Dostlar, videonu izləməmişdən əvvəl kanala abunə olun. Kızlar, sizin üçün çəkirəm bu yolları, bu məhləni. Bu bizim evimizin qarşı tərəfdən görüntüsü, həyət tərəfdən. Birinci blok Təranə, ikinci blokda Umnisə. Kəmalə, sizin ev. İnci, sizin ev bu tərəfdə. Hamınızın yerinə buradayam. Bilirəm, ürəyiniz buradadır. Həmin o məhəlləmizdir, həmin o yerlərdir ki, uşaqlıqda o qədər qaçıb oynamışdıq ki burada. Bax, bu küçələrlə qalxırdım və nənəmgilə gedirdim. Yadınızdadır qızlar, buradan bu qarajların altı üstündən kəsmə yol var idi. Bulağın üstdən atlanırdı. Bu yolu uzun getməyək deyə. Bazar, məscid, 1-ci Gövhər ağa məscidi. Hər gün gedib oradan çörək, simiçka alardıq. Bu yollar mənim məskənim idi. Nənəmgilə gedən yol. Bütün xoşbəxt günlərimin keçdiyi yol. 12 il qayğısız uşaqlığımın keçdiyi yer. Burada bir ev var idi. Qumru xalanın, ocaq qumrusu deyirdilər. Onun evi artıq yoxdur. Nənəmgilə gedən yoldur. Bura Ağca müəlliməgilin evi. Bu ev milli qəhrəman var idi. Ramiz Qəmbərov, Şuşanın milli qəhrəmanı. Bax, onun evi idi. Burada yaşayırdılar. Nənəmgilə gedən yol. Bu yol yuxarı qalxırdıq. Məktəbimizə kəsmə buradan gedirdik. Halbuki buradan da yol var idi. Mamay bulağı. Bütün uşaqlığımın ilişib qaldığı yer. Yuxularımda ancaq özümü o Mamay bulağının yanından görürdüm. Bura nənəmgilin evinə gedən yoldur. Bura binamız. Burada ev vardı. Ocaq qumrusu deyirdilər. Qumru xalagilin evi artıq yoxdur. Ümumiyyətlə bu məhəllə dağılıb tamamilə. Gəl. Burada Ağca müəlliməgilin evi vardı. O da yoxdur. Burada meydandır. Biraz dəyişib, otlar basıb. Burada həmişə uşaqlarla, məhəllə uşaqlarımızla futbol oynayardıq. Gəl. Bura tamamen dəyişib. Heç bir şey eyni deyil. Burada Nəriman dayıgilin evi vardı. Nənəmgilin evinə gedən yol. İnanılmaz, tanınmaz haldadır. Heç yolu yoxdur, məhəlləyə girəcək yol yoxdur. Necə dağılıb? Yoxdur ev. Tamamen yoxdur. Bir məhəllə. 7 ailə yaşayırdı o evdə. Tamamen. Yoxdur, buraydı. Bax, oradan idi qapısı. Buradan idi qapısı. İndi tanıdım. İndi tanıdım. Buradan idi qapısı. Tamamen yox olub. Darvaza buradan idi, girirdik. Orada evlər yoxdur, ümumiyyətlə. Dəhşət vermə, nə? Memi.